Salam əziz izləyicilərim. Xoş gəlmisiniz Xatirə mətbəxə, Xatirə mətbəxdiyə. Mən qəşəng sos hazırlamışam. Pomidor vaxtı, belə yay vaxtı, yəni ki, bozbaşdır, kiftə bozbaşdır. Düzdür, arada kiftə bozbaş da hazırlayıram. Amma yayda ən çox sos bişirilir. İstəyir toyuqdan, istəyir mal ətindən. Sos hazırlayırıq. Qışda bozbaş, əsas kiftə bozbaş, parça bozbaş qışın yeməyidir. Amma mən arada kiftə bozbaş, yəni ətlə elə bir yerdə bişirirəm. Yayda da bişirirəm, xoşlayıram mən, qəşəng hazırlayıram. Qış yeməyi də olsa, arada bişirirəm. Əti qəşəng qaynadıram. Tərtəmiz onun kəfini yığıram. Bulyonu qəşəng qalır. Sonra bulyonu belə hazırlayanda, sonra üzərinə əlavə eləyirəm. Soğanla əti qovururam, duzun vururam, sarı kök vururam qəşəng. Pomidordan qabığın soyuq xırda-xırda doğramışam. Onu da əlavə eləyirəm. Bu çox bişirilən yeməkdir. Mənə elə gəlir bunu bilməyən yoxdur, amma yenə də məsələn cavan gəlinlərə ondan bilməyən olsa olur. Bilən çoxdursa bilməyən də var, təzə yemək bişirmək istəyənlər də var. Baxırlar, öyrənirlər, qəşəng bişirirlər, heç kəsdən nə resep almırlar, nə istəmirlər, hamı vurur. YouTube kanalından hansı yeməyi istəsə, qəşəng bişirir, hazırlayır. Pomidor da qovruldu qəşəng. Suyu çəkiləndən sonra ətin öz suyunu əlavə eləyirəm. Bundan kartofu qəşəng, belə soğuza mən hökmən kartofu belə bilirəm. Bozbaşda ayrı cürdür. Bu da soğuzun doğrama qaydasıdır ki, soğuzda kartofu belə doğrayırıq. Məsələn, bir kartofu 4 yerə bölürsən uzun soğuk. Əlavə eləyirsən yeməyə. Qəşəng bişir. Biraz özüm ona elə birə suyunu biraz yaxşı eləmişəm ki, çörək batırıb yeməyə. Dadlı, ləzzətli, ətirli, gözəl göyçək yeməyim çıxdı. İnşallah siz də bişirin, düşürün. Belə hər nə oldu. Belə 4 tikə, 5 tikə ət varsa, əməlli başı ondan belə doyumlu bir tava yemək bişirin. 4 nəfərin, 5 nəfərin, yəni ki, doyunca yeməyidir. Qəşəng çəkdim yeməyimi. Rəngi də görün nə gözəldir. Əti qaynadıb, onun kəfini yığanda, təzədən süzüb yeməyə əlavə eləyəndə yeməyin də rəngi çox gözəl olur. Siz də inşallah hazırlayın. Sağ olun, sağlıqla qalın.